Hər kəsə salam. DİM 2025 test toplusunda halogenlər xlor bölməsindən ətraflı yazılı cavab tələb olunan tapşırıqlarda 12-ci sualın izahına baxaq. İlk olaraq reaksiya tənliyimizi yazaq. Kalium xlorat H xlorla reaksiya daxil olur, alınır kalium xlorid, 3 su və 3 xlor. Burada 6. Reaksiya daxil olan və alınan duzların kütlələri cədvəldə verilir. Reaksiya daxil olan duzun kütləsi N plus 9,6-dır. Bizim də reaksiya daxil olan duzumuz kalium xloratdır. Onun kütləsini verib N plus 9,6. Alınan duzumuz isə kalium xloriddir. Onun da kütləsini verib M qram. Kalium xloratın MR-i hesablasaq, ya da heç onun MR-ni hesablamamıza ehtiyac yoxdur. İlk olaraq baxaq məsələnin şərtində N plus 9,6-dan M-ə keçibdir. Neçə qram azalma var? N plus 9,6 çıxılsın M. 9,6 qram azalma var. Bəs indi biz tənlikdə duzlarımıza baxsaq, görək ki, kalium xloriddən O3 qədər fərqlənir. Yəni 48 qram fərqlənir, 48 qram azalma var. 48 qram azalma olanda alınan qazımız nədir? Xlor qazı. Nə qədər qaz alınır? 3 vurulsun 22,4 litr, yəni litrindən dediyi üçün. Bəs görək 9,6 qram azalma olanda neçə litr qaz alınır? N. Buradan da N bərabər olacaq 13,44-ə. N-i tapdıq. İndi M-i hesablamalıyıq. Yenə azalmaya əsasən gedirik. 48 qram azalma olduqda nə qədər M nəyin kütləsidir? Kalium xloridin. Nə qədər kalium xlorid reaksiya daxil olur? 9,6. Daha doğrusu yox. 74,5 edir kalium xloridin MR. Bəs 9,6 qram azalma olanda nə qədər alınır? M. Buradan da hesablayırıq ki, M bərabər olur 14,9.